Salam. Gəlin gündəlik motivasiyalarımızın əsl sirrini açacağımız bu maraqlı təhlilə dərhal keçək. Hər gün durmadan qaç-qaçdayıq, saysız işlər görürük. Yaxşı, bəs bunları əslində niyə edirik? Məqsədimiz nədir? Mənbəmiz buna çox sadə, amma güclü bir cavab verir. Tək bir kəlmə, ixlas. Bilirsiniz, bu təkcə dini anlayış deyil. Əslində, daxili dünyamızı tamamilə saflaşdırmaq, təmizləmək deməkdir. Təsəvvür edin, sıfır qatqısı olan xalis bir maddə. Bax, tamamilə saf, pozulmamış niyyət də məhz belədir. Deməli, ən vacibi niyyətimizi şöhrət, mənfəət və ya cəmaət nə dəyər kimi zərərli qatqılardan qorumaqdır. Əsl ixlas odur ki, atdığın hər addımı yalnız və yalnız Yaradanın rızası üçün edirsən. Və bu adamlar üçün fərqi yoxdur. İstər alqışlansınlar, istər tənqid olunsunlar, eyni cür dürüst qalırlar. Bütün məsələ heç kim səni görməyəndə, tamamilə tək olanda belə o mükəmməl dürüstlüyü qoruya bilməkdir. Baxın, bu çox maraqlıdır. Həqiqətən, saf niyyət ən kiçik bir bəxşişi belə nəhəng xəzinəyə çevirir. Digər tərəfdən isə səmimiyyətsiz, xarab bir niyyət ən böyük fədakarlıqları belə bir anda yox edə bilər. Yaxşı, bəs hər şeyin anında paylaşıldığı bu müasir kameralar dövründə bunu necə tətbiq edəcəyik? Axı, biz göstərişin adi hal aldığı, hər yaxşılığın anında lentə alındığı bir dövrdə yaşayırıq, düzdür? Düzü, bu cür cəmiyyətdə o daxili səmimiyyəti qorumaq həddindən artıq çətindir, amma inanın, son dərəcə dəyərlidir. Heç vaxt unutmayın, əsl mükafatı izləyicilərin sayı yox, yalnız bizim qəlbimizi görən Yaradan özü verir. Bu bizi əsl dəyərimizlə bağlı mətndəki o möhtəşəm və unudulmaz fikrə gətirib çıxarır. Odur ki, sizi bir sualla təy buraxıram. Nəhayət o kameralar sönəndə, əməllərinizdən geriyə əslində nə qalır?